Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu və salamu alə mən la nəbiyyə və dəmmə bə'd. Selamu aleykum və rəhmətullah və bərəkatuhu. Elhamdülillah biz Usul-u Sünnə Risaləsini oxumaqda davam edirik. Kitabı İbn Əbi Zəməninin rahiməhullah. Hicrətlə 399-da vəfat edib. Rahiməhullah. Sonra buyurur ki, Şeyx rahiməhullah həmçinin sünnənin üsulundan, yəni sünnənin əsasından, sünnə yəni əqidənin əsasından iman gətirir ki, Əhl-i Sünnə vəl Cəmaə ki, iman gətirir ki, qiyamətə yaxın Dəccal çıxacaq. Dəccal. Və şeyx deyir ki, Qali Muhammed və Əhl-i Sünnə yu'minuna bi xuruci Dəccal, a'adanallahu və iyyaka min fitnətihi. Və Əhl-i Sünnə iman gətirir ki, Dəccalın çıxmağına Allah onun fitnəsindən bizi qorusun. Və ən böyük fitnə Dəccaldır düzü. Ən böyük fitnə Dəccaldır, çünki Allah ona imkanlar verəcək, bəzi güc, yəni qüdrətlər, hətta günəşə desə sönəcək günəş. Və böyük fitnə olacaq. Böyük fitnə. Və şeyx buyurur ki, burada hədisdə gətirir ki, rahiməhullah, حدثني سعيد بن فحلون عن الأكي عن ابن بكير قال حدثنا مالك عن أبي زبير المكي عن طاووس اليماني عن عبد الله بن عباس أن رسول الله صلى الله عليه وسلم يعلمهم هذا الدعاء كما يعلمهم السورة من القرآن يقول اللهم إني أعوذ بك من عذاب جهنم وأعوذ بك من عذاب القبر وأعوذ بك من فتنة المسيح الدجال və əuzu bikə min fitnətil məhyai vəl məmət. Bu zikir sizə tanışdır. Ət-təhiyyatın sonunda oxunur. Peyğəmbər sallallahu aleyhi ve sellem oxuyardı bunu. Bu hədis səhihdir özü də. Səhihdir. Deməli, zikirdə özünüzü görürsünüz ki, Allah'a sıxınmaq qəbir əzabından və həmçinin Məsih-i Dəccaldan. Məsih-i Dəccal. Düzdür, Məsih-i Dəccal var, Məsih-i Dəccal var, Məsih-i İsa. Məsih-i Dəccal var, Məsih-i İsa. Məsih nədir? Məsih ümumiyyətlə Qurtubi Təzkirədə kitabında 23 dənə məna deyir, mənası var Məsihin. Və lüğət alimləri bəziləri 50 mənaya çıxardı. Məsih. Lakin Məsih həm sadiqə işlənir, sadiq insandan, həm yalancına. Həm yalancına. Necə ki, məsələn, İsa Məsih deyilib, həmçinin də Dəccal Məsih deyilib. O vaxt ki, Dəccal bütün şəhərləri məhs edib, yerlə bərabər edəcək, ona görə bu ad verilib. Amma İsa Məsih hansı ki, haqqı yayacaq, haqqı bərqərar edəcək yer üzündə. Ona görə o ləqəb verilib ona. Və həmçinin bəzi alimlər deyirlər ki, ne üçün Dəccala Məsih deyilib? Çünki bir gözü bağlıdır belə, elə bir məhz çəkilib, düz. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem gələcək hədislərdə də Peyğəmbər sallallahu aleyhi ve sellem deyəcək ki, Dəccal bir gözlüdür, amma Allah isə bir gözlü deyil. Yəni, Allahın iki gözü var. Və deməli, o insan olacaq, Adəm övladı, qiyamətə yaxın doğulacaq və gələcək. Və təxminən onun fitnəsi 40 gün davam edəcək. 40 gün. Çıxmaq yeri Xorasandan olacaq. Xorasandan. İndi bu saat İran gedir ora. Xorasanın Yahudilərindən. Daha doğrusu İsfahanın Yahudilərindən. Amma Xorasandan çıxacaq. Hər yanı dağıdacaq bütün şəhərləri. Məkkə ilə Mədinəyə girə bilməyəcək. Məkkə ilə Mədinəyə mələklər qoruyur. Və lakin ölümü isə qısa, ölümü İsa aleyhissalam. Yəni aydındır ki, ona görə müəllif rahimehullah o vaxt ki, Əhl-i Sünnə vəl Cəmaənin üsulun əsası, əqidənin əsasında deyir ki,
Məsih Dəccalın gəlişinə iman gətiririk. Ondan sonra gəlir İsa Aleyhisselamın nazil olmağı. Çünki İsa Aleyhisselam nə vaxt gələcək? Məsih Dəccal gələndə. Məsih Dəccal gələndə. Sonra Şeyx Rahimullah burada başqa hədisdə buyurur ki, وحدثني إسحاق عن أحمد عن ابن وضاح عن ابن أبي شيبة قال حدثنا الحسن ابن موسى وقال حدثنا شيبان عن يحيى بن أبي كثير عن أبي سلمة قال سمعت أبا هريرة يقول قال رسول الله صلى الله عليه وسلم ألا أحدثكم عن الدجال حديثا لم يحدث به النبي قبل إنه أعور وإنه يجيء معه مثل الجنة والنار والتي يقول إنها الجنة فهي النار والتي يقول إنها النار فهي الجنة وإني أنذركم به كما أنذر به نوح قومه. Sonra Şeyx Rahimullah bir hədisdə səhih gətirib. O da Peyğəmbər sallallahu aleyhi ve sellem Dəccal barədə deyir ki, mən sizə danışacağım. Hansı ki, məndən qabaq Peyğəmbər belə danışmayıb. Bu barədə çox və o bir gözlüdür. Cənnətə və cəhənnəmə bənzər özünə gətirəcək. Onun cənnəti cəhənnəmdir və cəhənnəmi isə cənnətdir. Cəhənnəmi isə cənnətdir. Və mən sizə bunu çatdırıram. Necə ki, Nuh öz qövmünə çatdırıb. Əslində, bütün Peyğəmbərlər Dəccaldan danışıb. Bütün Peyğəmbərlər Dəccaldan danışıb. Sonra Şeyx Rahimullah burada buyurur ki, İbn Əbi Şeybə قال حدثنا أبو أسامة ومحمد بن بشر قال حدثنا عبيد الله النافع عن ابن عمر أن رسول الله صلى الله عليه وسلم ذكر مسيح الدجال بين ظهرين الناس فقال إن الله ليس بعور وإن المسيح الدجال أعور العين اليمنى كأن عينه عنبة طافية. Yəni bu hədisdə də Peyğəmbər sallallahu aleyhi ve sellem Dəccal barədə xəbər verir. Hədis səhihdir və bildirir ki, bir gözü kördür və bir gözü görmür və burada qeyd olunan hədisdə sağ gözü. Və möminlər oxuyacaq, tanıyacaq möminlər onu. Möminlər oxuya biləcək, alnında yazılıb kafir. Kafir necə gəlib hədisdə. Sonra burada Şeyx Rahimullah başqa bir hədis gətirir. Qala həddəsənə Vahvə ən Əhməd ibn Xalid ən Dəvri ən Əbdülrazaq ən Ma'mar ən Zuhri qala əxbərəni Umar ibn Thabit əl-Ənsari ənə bə'də əshabi Rasulillah sallallahu aleyhi ve sellem əxbərəhu ənə Rasulullah sallallahu aleyhi ve sellem qala linnəsi və huvə yuhaddiluhum fitnəti Dəccəl innehu lən yara əhədun minkum Rabbahu həttə yemud və innehu məktubun beynə ayneyhim kafirun yəqra'uhu mən kərihə əməluh. Yəni Peyğəmbər sallallahu aleyhi ve sellem bu hədisdə də buyurur ki, onun alnında kafir sözü yazılacaq və kim onu istəmir, onun əməllərin ikrah edir, onu oxuya biləcək. Yəni möminlər. Çünki ona inananlar olacaq. İnananlar çoxsu qadındır, xavariclər, cudlardan və s. belə. Cahillər. Çünki bəzi şeylər eləyə biləcək, ona görə inancıyla ona. İndi görmürsünüz, kim bir də döpbələ elədi, o çıxdı, o sağa gedirlər ona səcdə eləməyə. İnanırlar. Özünüz də görürsünüz, baxıcılar və s. seyirbazlar. Ən çox da gedənlər qadınlardır yanlarına. Ən çox. Düzdür, kişilər də var. Kişilər sadəcə belə, hətta imkanlarını görürsən ki, hərəsinin öz baxıcıları var. Tuturlar baxıcılar ki, birdən rəis məndən inciyər. Baxıcılar var hamısının. Qəribə. Baxıcıya inanan kafirdir. Baxıcılıq yoxdur belə şey İslamda. Qeybi Allahdan başqa heç kəs bilmir. Lakin savadsız insanlardır. Qorxaq. Bilmirlər. İman zəif. Hər çöpə əl tuturlar. Hər pir nə gəldi? Cürbəcür. Qəbir. Nə var? Cahil var, belədir aqibəti.
Sonra Şeyh Rahimullah buyurur ki, başka bir hadiste ve haddesene Abi an Ali an Abi Davud an Yahya kâle haddesena el-Mualla İbn Hilal an Ali İbn Zeyd İbn Cud'an an Yunus İbn Mihran an İbn Abbas radıyallahu anhuma قال عمر بن الخطاب رضي الله عنه إن الرجم حد من حدود الله فلا تفتن عنه فإنه سيأتي قوم يكذبون بالرجم والدجال وبالدجال وبالميزان وبالخوض وطلوع الشمس من مغربها وبالشفاعة وبأقوام يخرجون من النار. Sonra Şeyh Rahimullah burada bir hadis getirir. Deməli, lakin bu hadis səhih deyil. Səhih deyil. Lakin hədisin mənası nədir? Ömər ibn Xattab deyir ki, hədis deyil, əsərdir. Deyir ki, Ömər ibn Xattab deyir ki, rəcim yəni daşqalaq. Allahın hədlərindən biridir və sonra deyir ki, elə bir vaxt gələcək ki, rəcimi inkar edəcəklər, Dəccalı inkar edəcəklər, tərəzini inkar edəcəklər, Peyğəmbər sallallahu aleyhi ve sellem havdun inkar edəcəklər və günəşin batdığı yerdən çıxmağı inkar edəcəklər, şəfaəti inkar edəcəklər və böyük günah sahiblərinin cəhənnəmdən çıxmaqlarını inkar edəcəklər. Ömər ibn Xattab deyir, lakin bu əsər səhih deyil. Sonra müəllif Rahimullah burada buyurur ki, bəb fil iman bi nuzul İsa və qatluhu əd-Dəccal. Sonra Rahimullah başqa bir fəslə keçir, o da İsa Aleyhisselamın nazır olmalıdır ki, münasibdir ki, Dəccaldan sonra İsa gəlsin. Çünki Dəccal gəlməmiş, İsa gəlməyəcək. Amma Mehdi artıq var idi. Mehdi Dəccaldan qabaqdır. Biz bilməm, oxumuşuq Mehdini, yoxsa hələm gələcək Mehdi. Mehdidən oxumamışıq hələm. Tayyib. Burada şeyh deyir ki, Rahmanullah, qala Muhammed və əhl-i sünnə yu'minun ibn Zul İsa və qatlihi Dəccal. Əhl-i sünnə iman gətirib ki, İsa Aleyhisselam nazil olacaq və Dəccalı öldürəcək. Və Allah Teala buyurur ki, və qala və innehu la'ilmun lis-sa'a. Zuhruf surəsi. Yəni, və innehu la'ilmun lis-sa'a. Yəni, elə bir ki, İsa Aleyhisselam'a Allah Teala danışır, deyir, o bir elmdə əlamətdir. Lis-sa'a, yəni qiyamətə yaxın. Və başqa ayda buyurur ki, Allah Teala, Nisa surəsi 159, Allah Teala buyurur, وَاِنْ مِنْ اَهْلِ الْكِتَابِ اِلَّا لَيُؤْمِنَنَّ بِهِ قَبْلَ مَوْتِهِ. Allah Teala buyurur ki, əhli kitabdan onun ölümündən qabaq ona iman gətirəcək. İsa Aleyhisselam. İsa Aleyhisselam da ölməyib baxayım. Və bu ayə dəlildir ki, İsa gələcək ələm. Deməli, ölməyib. Çünki ayə var ki, nə öldürdülər, nə də çarmıxa çəkdilər. Allah onu götürdü özünə. Cuhudlar deyil, öldürmüşük. Əslində ölməyib. Ölməyib. Ona oxşarın, Allah Teala ona oxşarın sifəti verdi başqasına. Onu çarmıxa çəkdilər. Aydındır. Və burada hədislərdə şeyh gətirir. Və həddəsəni ən Ali, ən Əbi Davud, ən Yahya, qalə həddəsəni Xalid ibn el-Hasən, Xalid ən el-Hasən, qalə Rasulullah sallallahu aleyhi ve sellem, əl-ənbiya ixvatun li'ailət. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, deməli, Peyğəmbərlər anaları ayrı olsa da ataları birdir. Anaları ayrı olsa da ataları birdir. Yəni, bir ailədir. Yəni, əsas şeydə birdirlər, lakin şərii məsələlərdə fərqlənirlər, əhkamlarda. Amma əsas tohiddə birdirlər, o mənada. Umməhətum şəddə və dinihum vahid. Və nə əvlən nəs bi İsə bin Məryəm, innehu leysə beyni və beynəhu, və həmçinin deyir ki, mənimlə İsa'nın arasında Peyğəmbər olmayıb. İsa'nın da Peyğəmbər sallallahu aleyhi ve sellem arasında 600 il olub. 600 il. 600 il ərzində Peyğəmbər gəlməyib. Və innehu leysə beyni və beynəhu nəbi və innehu nazilun la məhələ fə idə rəytumuhu fəarifuhu fə innehu rəculun marbu'ul xəlq بين ممسرتين إلى الهمرة والبياض صبط الرأس كأن رأسه يقطر ماء فإن لم يصبه بلل
fəyəksirus salib və yaqtulul xinzir. Yəni, hədisdə həmçinin gəlir onun əlamətləri, yəni nazil olanda Şamda nazil olacaq, ağ minarəyə, 2 mələk tərəfindən. İsa aleyhissalam barədə gələcək əsas gəlişi də xaçı sındıracaq, xaç hansı ki, ona nisbət olunub, xaçpərəstlər onu müqəddəsləşdiriblər. Həmçinin donuzu öldürəcək və döyüşəcək İslama görə. Fəyulikullahu zəmənihi əl-miləl kulləhə qayrəl-İslam, həttə təqal əmənətu fil ard. Yəni, elə bir hal olacaq ki, yer üzündə əminamanlıq olacaq. Hətta şir, dəvələrlə bir yerdə olacaq, pələnglər, danalarla, canavar, qoyunla, uşaqlar götürüb ilanlarla oynayacaq, heç biri bir-birinə zərər verməyəcək. Lakin bu, deməli, hədis səhih deyil, lakin şahidləri var. Şeyx Albani edib səhihdir. Yəni, Şeyx Albani edib səhihdir. Sonra, lakin bu hədisin içində olan mənalar, hamısı var səhih hədislərdə. Sonra Şeyx Rahimullah burada başqa bir hədis getirir, deyir ki, وَحَدَّثَنِي إسحاق عن أحمد بن أبي وضاح عن ابن أبي شيبة قال حدثنا حسن بن موسى قال حدثنا شيباني عن يحيى بن أبي كثير عن الحضرمي ابن لاحق عن أبي صالح عن عائشة رضي الله عنها أم المؤمنين قالت دخل رسول الله صلى الله عليه وسلم ورآني أكبكي. Deyir, Ayşə radiyallahu anh mömindən hansı deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bir gün girdi yama və gördü ki, mən ağlayıram. Fəqalə mən yubkik, qultu ya Rasulallah, zəkartu dəccal. Yəni, soruşdu ki, Rasul sallallahu aleyhi ve sellem, niyə üçün ağlayırsan? Dedi, dəccalı yadıma düşdü, qorxdum yəni, böyük fitnədir. Qalə lə təbki, dedi ki, qorxma, ağlama. Fəinə o yaxrucu və ənə, əgər fəin yaxrucu və ənə hayyun əkfikumuhu. Yəni, əgər çıxsa, indi çıxsa, mən sağ olarkən çıxsa, narahat olun, mən səni qoruyacağam. Mən səni kömək edəcəm. Və in amut, əgər ölsən, ondan sonra çıxsa, fəinə rabbukum leysə bi'avad. Allah tək gözlü deyil. Fəinə o yaxrucu ma'hul yahudu İsfahan. Əsbahandan Yahudilər ona tabi olacaq. Fəyəsiru hattə yanzulu binahiyyətil Mədinə. Hətta gələcək Mədinəyə və ləhə yevmə idin səbatu avvab. Onun 7 qapısı olacaq Mədinə. Alə kulli bəbin mələkə əhəl, qapıda mələklər, 2 mələk. Və yaxrucu iləyhi şiraru əhlihə. Hətta oradan çıxanlar, şər əhli, onun tabi olanlar çıxacaq oradan. Fəyəntəliqo həttə yəti luddu. Həttə yəti luddu. Lud Fələstində yerdir. Qüdsdə Lud. İndi də adı da Luddur. Cudların əlində o yer, işğal olunub. Yəti Lud. Lud indi orada hava limanıdır. Hal-hazırda. İsa Dəccalı orada öldürəcək, Ludda. Lud deyilən yer var. Fəyənzələ İsa fəyəqtuluhu thumma yamkutu İsa fil ardı 40 sənə o qəribən minhu imamən adilən və həkmən və muqsita. Bu hədisdə, bu hədis həsəndir. Yəni səhihdir. Şeyx Albani buyurub ki, Şeyx Albani buyurub ki, hədis səhihdir. Burada deməli deyir ki, İsa aleyhissalam nə qədər qalacaq? Xəbər verir. Burada yazılıb 40 il. Amma bir rivayətdə gəlib 7 il. Bir rivayətdə gəlib 7 il. Evlənəcək burada. Evlənəcək. Yəcuc Məcuc çıxanda İsa olacaq. Hətta onlarla döyüşəcək, artıq görəcək ki, gücləri çatmır, onlar çoxdular. Əmr edəcək müsəlmanları dağlara çəkilsinlər, yuxarı. Deməli, lakin necə cəmliyik? Hər 7 il deyən də hədis səhihdir, 40. İndi burada 40 deyilir, 40 il. 7 ildə necə cəmliyik? İndi cahil görsək, ziddiyyat. Alimlər cəmliyirlər, deyirlər ki, İsa aleyhissalam ümumən yer üzündə yaşadığı müddət qeyd olunur, 40 il. Yoxsa 33-də Allah Taala götürdü özünə. Elə deyil, 33 il yaşayıb. 40 olmaq üçün nə qədər qalıb? 7 il. Nazil olanda da 7 il qalacaq. Oldu 40. Aydındır. Sonra rahimehullah demək olar ki,
Yəni bu fəsildə aydını qutardı. Sadəcə burada Rahimullah bəzi əsərlər gətirib. Yəni İsa Aleyhisselamın gəlməyi barədə, ona şəkk eləməməyi, onun gəlməyi barədə və həmçinin əhli kitabın ona iman gətirməyi barədə. Çünki ayda buyurur ki, və in min əhlil kitabi illə ləyu'minənnə bihi qablə mevti. Yəni ölümündən qabaq əhli kitab iman gətirəcək ona. Əhli kitab kimlərdir? Cuhudlar və xaçpərəstlər. Deməli, biz keçən dəfə, qardaşlar, biz qaldıq qiyamətin dediyi əlamətləri, qiyamətin 3 növdür və ya 2 növ. Var böyük əlamətlər, var kiçik əlamətlər. Kiçik əlamətlər dediyi 2 yerə bölünür. Elə əlamətlər var ki, olub gedib. Elə əlamətlər var ki, davam edir. Və ikinci növdə əlamətlər, hansı ki, üçüncü növ belə deyək, böyük əlamətlər, hansı ki, Mehdi, İsa, Dəccal, Yacud, Macud və s. Və olub keçən əlamətlər çoxdur. Biz keçən məclisimizdə bir neçəsinə qeyd edirik, onların da bir neçəsinə indi qeyd edirik. Məsələn, əlamətlərdən malın çox olması, pulun çox olması. Hətta elə bir vaxt olub ki, olacaq ki və ya olub ki, sədəqə verəcəksə siz almayacaq. Ola bilər, Ömər ibn Abdüləzizin xilafəti vaxtı belə bir şey olub. Elə şey olub ki, yəni zəkat paylamaq adam yox idi. Götürmürdü heç kəs, hamıca ehtiyaclı deyildi heç kəs. Sonra deyirdilər ki, evləndirmək istəyir, övladların buradan götürürlər. Görürdü, hələ mal gəlir, qalır. Axırda Ömər ibn Abdüləziz deyirdi ki, alın arpa, buğda, aparın meşələrə, heyvanlara. Deməli, bu əlamətlərdəndir. Sonra həmçinin əlamətlərdən fitnənin çox olması. Fitnənin çox olması və ən İslamda da Peyğəmbər sallallahu əleyhi və səlləm hətta göstərirdi hərdən şərq tərəfi. Deyirdi ki, şeytanın boynuzu oradan çıxacaq. Bəzi rivayətdə gəlib Ayşə evi tərəfi göstərir. Rafislər deyirlər ki, Ayşənin evini göstərir. Yəni qəsd edir. Necə Ayşənin evi? Ayşənin evi deyildi o radiyallahu anh'a, möminlərin anasının. Peyğəmbər sallallahu əleyhi və səlləm evində. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, evin göstərir ki, fitnə buradan çıxacaq. Yox, sadəcə o istiqaməti göstərirdi ki, şərqi. Şərq tərəfi doğrudan da fitnənin tarixə də fikir versək, demək olar ki, bütün firqələr oradan çıxır. Bütün firqələr. Əsasən də İraq. Məsələn, bax, xavariclərdir, rafisilərdir, batinilərdir, qədərilərdir, cəhmilərdir, mötəzillərdir. Sonra zərdüştlərdir, manillərdir, nə bilim, məzdikilərdir, nə bilim, məhnəndisilərdir, bərziyyədir, qadiyanidir, bəhaidir. Bu zındıqlar hamısı oradan çıxır. Hətta Yacud, Macud da o tərəfdən çıxacaq, şərqdən. Hətta Yacud, Macud şərqdən çıxacaq. Həmçinin əlamətlərdən, qardaşlar, Osman qətli. Osman qətli. Bu da fitnədəndir. Osman qətli, sonra Cəməl döyüşü, sonra Siffin döyüşü, Siffin 36-cı ilində, sonra Nəhrivan döyüşü xavariclərindən, sonra Xurra döyüşü Yesidin xilafəti vaxtı, sonra Məmunun vaxtı Abbasilər xəlifəsi ki, Quran məxluqdur, Allahın zuhur eləməsi və s. Həmçinin fitnələrdən əvvəlki ümmətlərə tabi olmaq, adətlərinə və s. Bu pirlər ki, zad var. İslamda təbii ki, pir zad yoxdur axı. Bəs bunlar hardan gəlir? Bunlar bütpərəstlərdən, Krişnaitlərdən zad. Yəni, İslam və baxımda pir zad yoxdur İslamda. Elə deyil, pir zad yoxdur. Hardan götürürlər? Nə bilim, Hindistandan, nə bilim, indikin onlar baxırlar, vaxt Allah bilir ya. Nə? Hamısı oradan gəlir. Həmçinin əlamətlərdən peyğəmbərlik iddia eləyənlər. Peyğəmbərlik iddia eləyənlər.
Və gəlib ki, Peyğəmbər sallallahu aleyhi ve sellem 30 nəfər iddia edəcək. Bunlar əsasları. Amma belə çoxdur. Peyğəmbər iddia edənlər çoxdur. Biri deyir, mən Peyğəmbərin, biri deyir, Muhammed sallallahu aleyhi ve sellem deyir, ərəblər üçün gəlib, mən Azərbaycan üçün gəlmişim. Aleksandr biri var. Sonra yox, Aleksandr'dır. Sonra Aleksey'dir. Sonra 12 imam, o da Dəbdədir. Cəmaat görürsən, 12 imam təbliğatı gedib, mən Mehdiyəm. Mehdiyəm. Çoxdur. Və lakin hər şey bilirsiniz, qardaşlar. Ən təəccüblüsü ki, onlara inananlar var. İndi aydındır, xəstədir, artist eləyir, zat xəstədir, aydındır. Amma ona inananlar, yəni hamı xəstədir belə, dəli damısı, çatışmır. Nə bilim. Ona görə Allah qorusun bizi belə şeytanlardan və belə cəhalətdən, belə əməllərdən. Allah xalqımıza hidayət versin. Bu qədər. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.